şagirdləri, dəyərli kanal izləyiciləri və dəyərli valideynlər, bu video izahımızda 5-ci sinif Azərbaycan dili dərsliyinə aid olan ümumiləşdirici təkrar tapşırıqların izahına baxacaq. İzahlarımız sizin üçün faydalıdırsa videolarımızı bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Həmçinin də videolarımızı paylaşmalı kanala dəstək olmuş olarsınız. Bir elanı da nəzərinizə çatdırırım ki, artıq 2025-2026-cı il tədris ilinə onlayn dərslərimizə qeydiyyat başlayıb. Qeydiyyatdan düşüb dərslərimizə qoşulmaq istəyənlər WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. WhatsApp nömrəsini burada qeyd edirəm. 055 303 77 38. Həm Azərbaycan dili fənnindən, həm də riyaziyyat fənnindən 4, 5, 6 və 7, 8, 9, 10, 11-ci sinif şagirdləri müraciət edə bilərlər və dərslərimizdən faydalana bilərlər. Həmçində indidən qeydiyyatdan keçib dərslərimizə qoşulanlara təbii ki, dərslərimizdə güzəşt olunacaq. 72 günə dünya səyahəti mətninə baxırıq. Mətnin məzmunu ilə ilk növbədə tanış olun. Mətnin məzmunu ilə tanış olduqdan sonra izahlara baxa bilərsiniz. Keçirik birinci sual. Birinci sualda belə deyir ki, sensasiya, 3 söz verilib burada, uyğunluğu müəyyən soruşur. Sensasiya, stereotip və təxəllüs sözlərinin mənalarını soruşur bizdən. Təbii ki, burada uyğun olaraq bu sözlər bizim mətndə işlənib hər bir sözün. Sensasiya, yazıcı və jurnalistin müəllif imzası kimi istifadə etdiyi uydurma. Uydurma adından söhbət gedirsə, uşaqlar, bu təxəllüsdür. Yəni biz 3-də burada qeyd edirəm, məsələn, A yaza bilərik. 3-də uydurma təxəllüs mənasındadır. 3-ə A yaza bilərik. Qeyri-adi, gözlənilməz böyük təsir oyadan hadisə, şüurlarda kök salmış təsəvvürlər, davranışlar, qaydaları. Uşaqlar, burada təbii ki, gözlənilmək böyük bir hadisədən söhbət gedirsə, insanda böyük bir təsir oyadan hadisədən söhbət gedirsə, təbii ki, bu sensasiya sözünə uyğun gəlir. Şüurlarda kök salmış təsəvvürlər, davranış qaydaları isə bu da stereotip şəklində yaza bilərik. Yəni 1-ə B uyğundur, 2-yə C, 3-ə A. Mətni haqqında danışılan jurnalistin əsl adı nə idi? Uşaqlar, təbii ki, burada bizim mətnimizdə bu adların hər biri keçir. Təbii ki, siz də görmüsünüz, bunların hər biri keçir. Jules Verne təbii ki, deyil. Niyə Jules Verne deyil? Çünki Jules Verne burada ən sonda deyir ki, Jules Verne ilə görüşmüşdü. Yəni həmin bizim jurnalist Jules Verne ilə görüşüb. Demək, Jules Verne ola bilməz. Bu üçü isə onların adı idi. Nelly Bly, Lady Sensasiya və Elizabeth Jane şəxs ona verilən adlardır. Lady Sensasiya bu insanlar tərəfindən ona verilən ad olduğu üçün bunu götürə bilmərik. Nelly Bly da onun uydurma adı idi, yəni təxəllüsü idi. Bunu da götürə bilmərik. Çünki o Nelly Bly təxəllüsü ilə onun 16 yaşlı mətnində belə bir cümlə var. Uşaqlar, yəqin ki, siz həmin cümləni görmüsünüz. Mən də göstərirəm sizə. Deyir ki, 16 yaşlı Elizabeth Jane. Uşaqlar, 16 yaşlı Elizabeth Jane. Buradan biz belə başa düşürük ki, bizim mətndə adı keçən jurnalistin əsl adı nə olub? Elizabeth Jane olub. Ona görə də cavab olacaq C bəndi 2-də. Mətnə əsasən cümlələri tamamlayın. Mətnə əsasən cümlələri tamamlayın. Bizdən tələb olunan budur. Nelly qəzetinin redaktoruna sərt məktub yazdı. Çünki burada səbəb nə idi sərt məktub yazmağı? Uşaqlar, mətnimizin əvvəlində belə bir hissə var. Həmin hissəni sizə göstərirəm. Demək, deyir ki, İngiltərə qəzetlərində qadınların kişilərlə müqayisəsində həsr olunmuş məqala çıxır. Müəllif sübut etməyə çalışırdı ki, qadınlar ictimai həyatda heç bir rolu yoxdur. Görürsünüzmü? Deyir ki, qadınların ictimai həyatda heç bir rolu yoxdur. Aydındırmı? Onlar yalnız ev işləri ilə məşğul ola bilərlər. Aydındır. Onlar yalnız ev işləri. Bu məqaləni oxuyan 16 yaşlı Elizabeth Jane qəzetin redaktoruna sərt məktub yazır. Demək ki, qəzetin redaktoruna sərt məktub yazmağının səbəbi bu idi ki, qəzetin redaktoru deyirdi ki, qadınların ictimai həyatda heç bir rolu yoxdur. Qadınların, yazmıram uşaqlar bunu, qadınların ictimai həyatda heç bir rolu yoxdur. Onlar yalnız ev işləri ilə məşğul ola bilərlər. Və nəticədə buna görə də həmin o redaktora sərt məktub yazılmışdı. Yəni, o, belə desək də, Nelly qəzetin redaktoruna sərt məktub yazdı. Çünki redaktor qadınların cəmiyyətdə heç bir rolun olmadığını və onların yalnız ev işləri görə biləcəyini demişdi. Belə yaza bilərsiniz. İkincisində deyir ki, qəzetin redaktoru
Nelliyə iş təklif etdi. Burada səbəb nə idi? Çünki o Nellinin ona yazdığı məktubdan uşaqlar burada var. Deyir ki, Nelli ona sərt məktub yazır və burada həmin hissəni göstərir. Və o qədər təsirlənir. Görürsüz, deyir təsirlənir və təsirləndiyi üçün nə edir? Ona iş təklif edir. Uşaqlar, demək ki, biz burada da həmin təsirləniş hissəsini götürə bilərik. Yəni təsirləndiyi üçün. Üçüncüyə, üçüncüdə deyir ki, hamı Nellini Lady Sensasiya adlandırırdı. Çünki onun mətndə işlənmiş sizə göstərirəm Lady Sensasiya. Ona görə deyir ki, Nelly Bly'ın hər yazısı cəmiyyətdə sensasiyadır. O sensasiya yəni böyük bir hadisə, aydındır. Sensasiya doğururdu və böyük bir yenilik gətirirdi. Uşaqlar, sensasiya sözünün mənasında biz burada baxmışıq. Qeyri-adi, gözlənilməz, böyük təsir oyadan hadisə mənasındadır. Demək, əgər Nelly'nin etdiyi hər bir iş böyük sensasiya yaratdığı üçün onu Lady Sensasiya adlandırırlar. Keçirik 4-cü tapşırığımıza. 4-cü tapşırıqda deyir ki, Nelly'nin yeni kəşflər etmək. Burada Nelly dünya səyahətinə çıxmaqda məqsədi nə idi? Uşaqlar, təbii ki, məncə dünya səyahətinə çıxmaq üçün Nelly'nin məqsədi burada uşaqlar verilir. Orada deyir ki, 80 günlük dünya səyahətini eşidir. Amma İlham Nelly dünya səyahəti məqsədi dünya rekordunu yeniləmək və qadınların bazarına da strop gücləri dəyişmək idi. Görürsünüzmü? Uşaqlar, burada bu hissədə verilir qadınların və bu hissədə bir də bu hissədə verilir. Deyir ki, nədir? Həmin düşüncəni məhv etmək idi. Təbii ki, bizim cavabımız da nə olacaq burada? Yeni yerlər kəşf etmək, macəralarla dolu həyat yaşamaq. Təbii ki, bunlar deyildi. Təbii ki, nəyisə sübut etmək ola bilər burada. Üzr istəyirəm. Çox getdi. Aha. Demək, Nelly nəyisə sübut eləyə bilərdi burada. Nəyisə sübut etmək üçün, yəni cavab olacaq burada C bəndi. Sifətləri cümlədə uyğun dərəcələrdə işlədib yazın. Duru. Çoxaltma dərəcəsində məsələn belə yaza bilərik biz bunu. Dupduru yaza bilərik. Başqa adına mən düşünürəm ki, məsələn, ədatla yaza bilərik. Ən duru. Lap duru da yaza bilərsən çoxaltma dərəcəsində. Göy sözünü məsələn çoxaltma dərəcəsində belə yaza bilər. M, pırısı samitləri ilə. Göm, göy. Üzr istəyirəm. Göm, göy. Göm, göy. Olduqca göy. Məsələn, ədatla da yaza bilərik. Olduqca göy. Acı sözünü azaltma dərəcəsində yazırıq. Məsələn, mən yazıram burada acı, təhər yaza bilərəm azaltma dərəcəsində. Məsələn, az acı da yaza bilərik məsələn bunu. Yarımçıq sözünü məsələn ala yarımçıq məsələn azaltma dərəcəsində yaza bilərik uşaqlar. Bax, burada da 6-cı tapşırıqda sizin üçün qeyd etdik. 5-ci tapşırıq. Cümlələrdəki sayıların növünü və onların yazılışında buraxılmış səhvləri müəyyən edin. Masanın ətrafında 12 dənə stul. Uşaqlar, bu 12 sayıdır, mürəkkəb sayıdır. Müəyyən miqdar sayıdır uşaqlar, müəyyən miqdar sayıdır. Və müəyyən miqdar sayı olduğu üçün 12 müəyyən miqdar sayı bu şəkildə yazılmalıdır. 12. Aydın, ayrı yazılmalıdır. Bu bitişik yazıblar. Demək, sayıların mənacı növü nədir? Müəyyən miqdar sayıdır. Yazılışında da buraxılmış səhv nədir? Ayrı yazılmalıdır. 2də 1 sayını, bu nədir? 2də 1 sayını kəsir kimi yazanda uşaqlar, yəni riyaziyyatdan hər halda bilirsiniz ki, bu 2də 1 belə yazılmır. 2də 1 belə yazılmalıdır uşaqlar. 1, 2, yəni bu şəkildə yazılmalıydı. Yazılışındakı səhv bununla bağlıdır. 2də 1 sayını 2də 1 kimi istifadə etmək olar. Xeyr, olmaz təbii ki. Bu kəsir sayıdır uşaqlar. Bu kəsir sayıdır. Mən düşünürəm ki, bunun yazılışı bu şəkildə olmalıydı. Yəni 2də 1 belə bu şəkildə yazılsa daha doğru olardı. Və yaxud da ki, yəni belə də yazmaq olardı. Aydınmı? 9-cu siniflər arasında bilik yarışması keçirir. Uşaq 9-cu sıra sayıdır. Sıra sayı yadda saxlayın. Heç vaxt cu şəkilsiz yazılır. Yəni belə yazılmalıdır. Boş yazılmalıydı. Yəni sıra sayıdır və bu şəkildə yazılmalıdır. Boş yazılmalıdır. Cu şəkilsinə yazmaq təbii ki, səhvdir. Oxumaq istədiyi onlarla kitab. Uşaqlar, bir şey dediyimizsə, larla, bir də larca şəkilsi vasitəsilə düzələn sayları biz heç vaxt rəqəmlə yaza bilmərik. Yəni, bu sözü biz bu şəkildə yazmalıydıq. Və bu da ki, təbii ki, bilirsiniz ki, qeyri müəyyən miqdar sayıdır və qeyri-müəyyən miqdar sayıdır və bu şəkildə yazılmalı. Larla və larca şəkilçiləri vasitəsilə düzəlmiş qeyri-müəyyən miqdar sayılarla heç vaxt rəqəmlə yazmaq olmaz. Feilləri zamana və şəxsə görə dəyişib cümlədə işlədin.
Cümlədə işlətmə çatmaq sözüdür. İndiki zamanda mən onu yazıram. Çat sözün kökünə indiki zaman şəkilçisini atıram. Olur çatır. Birinci şəxsin cəmində biz çatırıqdır. Cümlədə işlədirəm. Biz dərsə, məktəbə olsun, dərs olmasın, məktəbə çatırıq. Bu şəkildə siz də istənilən bir cümlə yaza bilərsiniz. İkinci istəmək sözüdür. Keçmiş zamandadır. Mən uşaq bunu burada yazacağam sizin üçün. Keçmiş zamanda nəqli keçmiş zamanda deyə bilərsən. İstədi, şu idi keçmiş zamanda deyə bilərsən. Şu idi də işlətdim mən di. İkinci şəxsin təki istədindir. Məsələn burada cümlədə yazıram ki, sən bu gün evə getmək istədin. Belə. Sonra gələcək sözünü qorumaq feilini gələcək zamanda işlətməliyəm mən məsələn. Qoruyarlar. Üçüncü şəxsin cəmində qoruyarlar şəklində olmalıdır. Yazırsan ki, məsələn, əsgərlər olsun vətəni həmişə qoruyarlar. Əsgərlər həmişə vətəni qoruyarlar. Bu şəkildə yaza bilərik. 8. Ayrılmayacaqsınız feili haqqında fikirlərdən hansı yanlışdır? Uşaqlar görürsünüz ki, burada şəkilçilər haqqında bir şeydir. Birinci bir sözü kök və şəkilçi ayrılmayı. Ayrılmam, ayrılmayacaq, ayrılmayacaqsınız. Bu inkar şəkilçisi təbii ki. Acaq, əcək bu gələcək zamanın şəkilçisidir. Sınızdakı ikinci şəxsin cəminin şəxs şəkilçisidir. İkinci şəxs cəm. Düzdür. Deyir ki, feillərdə inkar formasında da dedik, bəli, inkar şəkilçisi var. Bu düzdür. Birinci şəxsin cəmindədir. Gələcək zamanda işlənmişdir. Bəli, dedik, acaq gələcək zaman şəkilçisidir. Tərkibində bitirici samit var. Bəli, ya bitirici samitindən istifadə olunub burada. Bu da düzdür. Demək, birinci şəxsin cəmindədir fikri yanlışdır. Burada dedik, neçənin şəxsdədir? İkinci şəxsin cəmindədir. Bax, mən qeyd etmişdim burada. Birinci şəxsin cəmində onu işlətmək üçün belə yazmalıyıq biz. Ayrılmayacaq. Ayrılmayacaq. Bu şəkildə yazmalıydım. Olacaqdır birinci şəxsin cəmində. Biz ayrılmayacaq. Burada siz ayrılmayacaqsınız deyirsə, siz ikinci şəxsin cəmidir. Hansı cümlədə yer zərfi işlənməmişdir? Uşaqlar, baxıram yer zərfinin işlənmədiyi nümunəyə. Dünən zərfdir, zaman zərfidir. Bu zamandır. Dəniz isimdir, fırtına isimdir. Bu feildir. Demək, burada yer zərfi işlənməyibdir. Yer zərfləri hansılardır uşaqlar? Ora, bura, sağa, sola, irəli, geri, arxa, qabaq. Bu sözlər üz aşağı, üz yuxarı bizim dilimizdə yer zərfləri hesab olunur. O əvəzlikdir, bu da əvəzlikdir. Söz isimdir. Ucadan zərfdir, amma yer zərfi deyil də. Bu ucadan tərz zərfidir, tərz bildirir bu. Dedi də ki, feildir. Bu da ola bilməz. Oğuz isimdir, velosiped isimdir. Burada üz aşağı sözü var. Üz aşağı sözü yer zərfidir. Demək, burada yer zərfi var. O əvəzlikdir, Ceyhun isimdir. Təkbətək sözü zərfdir, amma tərz hərəkət zərfidir. Danışmaq feildir, istəyir də feildir. Leyla isimdir, təklif isimdir, məmnuniyyətlə zərfdir, qəbul etdim də feildir. Demək, yer zərfi işlənmiş variantına olacaq burada, olacaq C bəndi. Cavab oldu C. Zərfləri quruluqca növünə görə qruplaşdırın. Uşaqlar, quruluqca növə qruplaşdırmaq üçün biz belə bir sxem qura bilərik ki, məsələn, burada 3 yerə böləcəyik bunu təbii ki. Siz dəftərinizdə bu şəkildə yaza bilərsiniz. Burada sadələri yazarıq. Burada düzəltmələri yazarıq. Burada da mürəkkəbləri yazarıq. Gün, orta. İki sözün birləşməsinə yarandığı üçün necə olacaq? Bu olacaq mürəkkəb. Düzdür. Hərdən, hər və dən şəkilçisi var. Hərdən bu düzəltmədir. Get sözü sadədir. Səhərə yaxın bu mürəkkəbdir. Səhərə yaxın. İki söz var da burada. Mürəkkəbdir. Tez-tezdən mürəkkəbdir. Uşaqlar, tez-tezdən mürəkkəbdir. Ora sadədir. Daxilən bu düzəltmədir. Daxil sözün köküdür. Ənleksi şəkilçisidir. Axşam sözü bu da sadədir. Üz yuxarı sözü mürəkkəbdir. Fikir, üzü yuxarı. İki söz var, mürəkkəbdir. Eyni qaydada 1-ə 5 bu da mürəkkəbdir. İki söz var. Əgər tərkibində iki söz varsa bu mürəkkəb söz hesab olunur. Əgər kök leksik şəkilçisi varsa bu düzəltmədir. Əgər boş kökdən ibarətdirsə buna deyirik biz sadələr. Aydın demək, burada 3 dənə sadə var. 2 düzəltmə söz var idi. 1, 2, 3, 4, 5 dənə isə mürəkkəb söz var idi.
Demək bizim ümumiləşdirici təkrar tapşırıq izahı bitdi. Növbəti izahımız yeni bölmə ilə idman və sağlamlıq bölməsi ilə bağlı olacaq. Videolarımız sizin üçün faydalıdırsa, videoları bəyənin, kanala abunə olun, onlayn dərslərimizə də qoşula bilərsiniz. Sentyabr ayının 1-dən, yəni artıq bu tədris ili üçün onlayn dərslərimizə qeydiyyat bitib, yəni heç kim qeyd götürülmür. Amma sentyabrın 1-də yeni dərs ili üçün qeydiyyat başlayıb.